2015-ci ildə çəkdiyim bu videonun dünən dostumla 10 ilini tamamladım. Və birdən-birə fərqinə vardım ki, zamanla bağlı düşüncəm tamamilə dəyişib. Bu il etdiyim bütün paylaşımlara gecə bir-bir baxdım və sizinlə birlikdə nə qədər şey öyrəndiyimi gördüm. Və çox qəribə hiss elədim. Sanki həyatımda birdən-birə zaman akışı çox sürətli axmağa başlayıb və son 5 ilin necə keçdiyini heç hiss eləməmişəm. Hələ də özümü 20 yaşında hiss edirəm. Elə bil pandemiyadan sonra zaman məhvumu qısalıb. Bu bilmirəm tək mənə görə belədir, yoxsa sizin üçün də çox şey dəyişib. Hər bir halda 2025-ci il şirinli, acılı günlərlə bərabər geridə qaldı. Bu il böyük kimdə oldu, qazanclarım da oldu, yaxşı dostlar, yaxşı çevrələr qazandım. Sizə də arzum, daha doğrusu ürəyi təmiz və mərhəmətli olan bütün insanlara arzum bu il bütün uğur, sevgi, mərhəmət hamısı sizinlə olsun. İnşallah 2026 arxaya baxıb yaxşı ki bu il oldu deyəcəyimiz illərdən olar. Hamınızın bayramı mübarək.